Bu Oğraş Vilayət Eyvazovun iynəsini nətər vurmuşamsa, indi də həmin bu nazir gündə bir atasını efirə çıxardıb mənə qarşı danışdırır. Gəlin baxaq görək Vilayət Eyvazovun ikinci atası nə deyir? Meymun sən o. Sən gəlib ağzını cırarıyor Bakıda. Sənə tapar ağzını cırarıyor, sənə pazını vuracaq. Sən Daxili İşlər Nazirinə qarşı hörmətsizlik edirsən, hə? Sən Azərbaycanın hörmətli nazirimiz Vilayət Eyvazova qarşı sən çıxsa efirdə video çəkib buraxırsan. Sənə tutacaq, sənin pazını vuracaq, sənə o xiyarı yedizdirəcək sənə. Yedizdiririk xiyarıya. O xiyarı sənə özün bilsən də nə edəcək? Bütün Daxili İşlər Naziridir, Baş Prokurordur, hamısı mənə dəstəklər, sağ olsunlar. Sən kimsən, nəsən Daxili İşlər Naziri, hörmətli nazirimiz Vilayət Eyvazova qarşı sən quşlayırsan sən. Cındır meymun sönüb, tirək qəz. Sən nə jurnalistsən, sən kimi jurnalist iç yerini priznavat eləmir hökumət. Sən kimi jurnalisti dövlət priznavat eləmir. Dövlətə qarşı kimdir? Hörmətsiz deyil, olan hamısına pudulkanı yerdəcək. Lan başına 2 nümunə atacaq, narahat olma günəsə, sənə də tapacaq. Hörmətli nazirimiz Vilayət Eyvazova qarşı hörmətsiz deyil günə. Sənin gəlib başda ağzını cıracağım bu şeyə. Mən 15 il gedib yatacağam. Mənə heç kim saxlaya bilməz. Birbaşa prezidentin adamıyam mən. Birbaşa prezidentin adamıyam. Narahat olma günəsə, sənə ağzını cıracağım meymun solu. Səni axtarıb tapa bilən, narahat olma. Sən bilən tapa, narahat olma, sən öncə kursokmuzdasan sən. Səni tapacaq, səni qəşəng başında salacaq.